İkinci hissədən sizləri salamlayıram. Mən şəxsən Seydər Hüseynli. İlk hissədə Pirallah komandasının 3-2 hesabla üstünlüyü var Muriya komandası ilə mübarizədə. Artıq ikinci hissənin start fitri səsləndirilir. Bir daha hər iki komandalara uğurlar arzulayırıq. Növbəti hissədə Beşat Kərimov Uzun Ağayev top alır. Sağsına da hətta ötürmə də etdi və onlar top meydanı saxlayırlar. Beşat Ruslan sol zona Sanayi Cihakan ötürmə Beşat gol! Beşat Kərimov Esafəyi 2 top ayalır. Əslində Muriyalılar ikinci hissəyə yaxşı başlamaq istəyirdi ki, Elşad Kərimov bu hissəylərin üzərinə xət çəkir, ikinci hissə başlar-başlamaz. Və qaptan zərbə. 1, 2 Beşat və birbaşa qırmızı vərəqə, bəli. Açıq-aşkar qoldan məhrum edir. Qapıya istiqamətləndirmiş topun qarşısını alır. Qırmızı vərəqə. Daha bir zərbə gəlir Muriyalılara. Bəs deyilmiş kimi. İkinci hissə başlar-başlamaz. Qol bəs deyilmiş kimi daha bir zərbə. Və vara müraciət olunur. Və vardan gələn qərara görə, qərar əsasən qırmızı vərəqə ilə cəzalandırılır. Qərar dəyişmir. İçəriyir Ruslan. Yaxınlaşır. Zərbə endirir Mürsayib. İmkan vermədi. Onlar. Elvin, mərkəzdə Fariz. Anarda oynadı sol sınaqda. Murad. Ara ötürməsi Fariz topuna. Elşaddan geriyə doğru Ruslan. Kərimov. Bitirmək gəlir. Mürsayibdən mükəmməl refleks. Bəlkə də bu oyunun qırılma nöqtələrindən biri idi. Qaptan zərbə. Əhsən Mürsayib. Fariz. Qaptan edə bilmədi. Ruslan. Paralel ötürməsi olsun Hafiz. Elində Ruslan. Elşadın önünə doğru. Bir qədər Ruslanın sürətini hesablamamış ötürməyə ində. Müsahib. Özün. Murad. Elvin Ağayev. Anar nəyi gözləyirdi? Mürsayib vaxtında müdaxilə edir. Açıq-aşkar qol vəziyyətindən xilas edir komandasını.
gəldi. Mürsahib qarşıladı. Murad. Murad. Elçin oynuyor. Müsahib. Cümləsi olsunlar, Rəşad. Və o. Müsahib. Zərbəsinə blok qoydular. Murad. Sağsına Elçin. Ötürmə gəldi içəriyə doğru. Elfin Oğayevin zərbəsinə blok gəlir. Hücum davam edir. İndi Elfin. Murad. Zərbə toqatdan yan keçir. Murad. Murad blok qoyur Bəhruz. Sahip. Sağsına Elçin. Murad. Ara ötürməsi Rəşad. İmkan vermədilər rahat zərbə indirməsinə Sənani. Əksüm şansı Pirallah komandasına sağsına doğru ötürmə Hafiz. Teş toxmuşdu ötürmə. Pop. Az qalsın hafiflər qol olacaqlar. Şaf Şərməlov ötürməni qarşısını aldı. Zərbə indirilir Mürsahib. Yaxın üçüncü. Yaxşı bağlamışdı. Elfin. Anar təkmədə epizod. Anar. Bu fürsətdə əldən qaçır. Mürsahib. Yanda Murad. Ara ötürməsi Anar. Anar. Uzaqdan yerlə zərbə. Out. Müsahib. Müsahib zərbə mövqeyi axtarır. Zərbə indir yaxın üçüncü qeyridə yolu. Rüstan ötürmə kəsmədi Rəşad. Elfin. İçəriyə doğru ötürmə Anar. Hafiz. Elşad. Yenə qol. Küpür qaydan top və qol. 5-2. Topa qalxır fərq. Beş hesabı ilə önə keçirlər hələ ki. Elfin Ağayev. Ötürməsi keçmədi. Sənani oxudu Elfinin bu ötürməsini. Şad. Out. Əmrah riskə getmədi. Müsahib. İçin. Yeniden bir sahib. Zərbə mövqeyi axtarır. Yenə də zərbəsinə blok qoyulur.
Yeniden Mürsayib. Uçluq axtarır ötürüm etmək üçün sol sınava Rəşad. Mürsayib. Murad. Rəşad. Yeniden Mürsayib. Murad. Müdafiə arxasına gözəl ötürmə. Elfin. Yeniden Mürsayib. Rəşad. Fariz. Geriyə çəkildi. Ötürmələrlə müdafiəni yaramaq istəyirlər. Vuruyorlar. Murad. Ara ötürməsi Elçinə. Üçüncüdən zərbə. Out. Mürsayib. Elçin. Tapanlı ötürmə gözəl alınır. Rəşad. Elfin Ağayev. Solcuna. Fariz. Aşırıma zərbəcətli. Əmrah artıq tamamilə qapını bağlamışdı üzünə. Elçin. Elfin. Yeniden Elçin. Zərbə indirdi və rəqibdən toxunuş var. Out. Elfin. Fariz. Elfin. Əmrah. Daha bir zərbə top Doriyandan silkələyir. Elşad. Topa zərbə indirmək istəyərkən açıq-aşkar ayağa zərbə indirdi. Əslində sərt şəkildə topu uzaqlaşdırmaq istəyərkən top əvəzinə ayağa tuş gəldi. Zərbə indirir, Mürsayib dəf etdi. Rəşad. Müdafiənin arxasına ötürmə. Ruslan başla qarşılayır. Sənani. Yeniden Ruslan. Uzun ötürməyə Rəşada dəqiq alındı. Və Muraddan top meydanı tərk edir. Out. Allahı. Hafiz. Ruslan. Qarşısında Vüqar var. Ekstrem şansı buraya komandasına Vüqar. Farizə sağ sınaqda. Rəşad. Murad. Və Vüqar. Elşad. Parayı ötürməsi arasına Hafiz. Yeniden gözəl yakan ötürməyə Elşad və gol! Belki de bu işi bitirebilirler. 4 top fərq olur. Mükemmel bildilərini başa düşdülər. Parayı ötürmə Hafiz'e gəlir. Hafiz'dən də diagonal mükemmel ötürmə Elşad Kərimova. Top torla qovuşur. Altı 4 olur, 6-2 olur daha doğrusu hesap. Ruslan. Ötürmə, Mürsayib. Zərbəyə blok. Şat, zərbə və gol! Topa Elfək!
Qərardan gələn qərara əsasən qol təyin olunur. Bu qayda pozuntusu yoxdur. Əhsən Ruslan. Sahip və qayda pozuntusu. Qayda pozuntusu. Kifayət qədər təhlükəli nöqtədir. Ruslan görürük topun gerisində. Fit gəldi. 3 nəfər divarı cansət qorulub. Ruslan sərbə top qapıdan azazlıq fərqləyən keçdi. Rəşad orada heç aşırma zərbənin yeri deyildi. Qüvvətli zərbə indirsəydi daha təhlükəli olardı məncə. Fariz Solzuna Rəşad top qapı dirəyində meydan tərk edir. Gətirmir elə ki Bəxtəri. Rəşad sağsına Ruslan da qoşurlar. Vüqar rəqibindən top almağı bacarır. Rəşad Solzuna da Murad. Ara pası mükəmməl alınır. Fariz! 2 topa inir fərq. Mükəmməl ötürmə Muraddan və qola qolşu top. Sənani. Murad özünü çatdırır. Geridə götürmə. Murad. Rəşad. Qapıdan yan keçdi. Eşat. Fariz. Kesinə götürmə. Eşatın zərbəsinə blok. Eşat. Ara ötürməsi olsun Hafiz. Çatdıra bilmədi özünü. Ruslan blok qoydu yeniden zərbəyə. Para ötürməsi olsun ağa. Arxa dirəkdən top şeirdən. Solcuna dirəkdən top şeirdən dönmüşdü. Murad. Əli alt qazandırdı komandası üçün. Bəli. Topçusu var. Sənani. Sol sınaqda. Hafiz.
Topu endirə bilmədi. Murad. Kesmədə Elşad Kərimovdan ötürmə. Elşaddan geriyə doğru. Zərb endirilir. Sahib yenə imkan vermir. Riskli hərəkətlər müsahibdən. İnanmı olur. Murad. Hərəkətlər Elşad. Yenidən Murad. Keçmədə ötürməsi. Ay vay vay. Hafiz. Sənayın önünə doğru. Mükəmməl ötürmə. Bu dəfə də müsahib. Vaxtında müdaxilə edir. Nə etsin müsahib artıq. Şah sağcına Ruslan. Köpər qarşıladı. Müsahib. Rəqibini geridə qoydu. Topu meydanda saxlayır. Mübarizəyə davam etmək lazımdır. Sənani dirəkdən top geri dönür. O nə zərbə idi Sənanidən. Əşad. Solzuna. Çata bilmədi var. Sənani. Ruslan. Əmrah. Riskli hərəkətlər Əmrahdan və fol. Sənani. Top meydanda saxlaya bilmədi bir anlıq Sənani. Əldən qüvvətli zərbə blok. Fariz. Kifayət qədər qüvvətli. Aşın qeyri-dəqiq bir səhv olur. Və beləliklə maç yekunlaşır. Pirallar komandası qalib tərəf olur. Bu əzimkar mübarizədə biz də reportajımızı sona çatdırır. Diləməliydim şəhsini seyrən növbəti maçlarında görüşmək üzrə. Sağ olun, sağ olun.